Sponsorlar: Natural xalı. Evinizə zəriflik, rahatlıq və təmizlik gətirən xalçalar Natural xalıda. İndi outlet bölməsində xalça və kilimlərə 80%-dək möhtəşəm endirimlər. Zövqlü dizaynlar, yüksək keyfiyyət və əlverişli qiymətlər bir arada. Təbii ipək, yun və pambıq toxunuşları ilə eviniz nəfəs alacaq. Tələsin, bu fürsət yalnız Natural xalıda. Təbiiliyin və zövqün ünvanında. Tamaşa düyüləri. Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında. Kəndimiz verilişini təqdim edir. Uçan natural xalımızla bu dəfə yolumuzu şimal-qərbə saldıq. Hər vaxtınız xeyir olsun dəyərli tamaşaçılar. Kəndimiz verilişi başlayır. Artıq ikinci buraxılışımızdır. Bugün də Azərbaycanın ən gözəl güşələrindən biri olan Qax şəhərindəyik. Burada hava 5 dərəcədir, soyuqdur, amma inanıram ki, Qax şəhərinin gözəl insanlarıyla, istiqanlı insanlarıyla hamımız isinəcək. Ekranlarınızın qarşısına yaxın əyləşin, biz başlayırıq. Burada xoşdur hər anım, igidlərin məkanı. Ay mənim gözəl Qaxım, igidlərin məkanı. Ay mənim gözəl Qaxım. Qaşqa çayın buz bulağı, qum ləkitini yaylaqları. Qaşqa çayın buz bulağı. Bəli, əziz tamaşaçılar, gördüyünüz kimi çantamız çiynimizdə. Gəlmişik Qax rayonunun Ləkit kəndinə. Ləkit kəndində bizi nə macəralar gözləyir, hamımız birlikdə izləyəcəyik. Gedək. Qaxın füsunkar Ləkit kəndi bizə salam verdi. Paytaxt Bakının səs-küyündən təxminən 300 kilometr uzaqda, sərin havası ilə insanı qucaqlayan bu kənddə aparıcımız Eliyanə Arslan deyəsən biraz üşüdüb. Skamyada oturub ağatlı oğlanı gözləyərkən mopedli qara oğlan peyda oldu. Sən nə olan gözəlliyə üstünə nəğmələr yazım. Və Eliyanəni kəndə sarı aparmalı oldu. Dağların gür şəlaləsi, təbiətin xoş nəfəsi heyran edəcək. Der jubelnde Beifall der Bevölkerung zeigt die unerschütterliche Einheit zwischen Volk und Partei. Jetzt marschieren die Sturmabteilungen, die Träger des wehrhaften Nationalsozialismus. Görünür Eliyanənin halı yamandı, amma gülümsəməyi də bacarır. Aparıcımızın bir çox üstünlüyü var. İnsanlarla necə mehriban və qayğıkeşlisə, heyvanlara da o qədər səmimidir. Uzunqulağa göstərdiyi diqqətə görə indi yol boyu o da Eliyanəni təqib edir. Amma birdən qarşısına buzov da çıxır. Dayan, dayan, Eliyanə. Bu buzovun beyni qanlıdır ha. Yaxşısı budur, yoluna davam elə. Gör kimlərə, nələrə rast gələcəksən. Ləkit kəndinin yaşı azı 2000 ildir.
Qədim Yunan tarixçilərinin yazılarında belə Ləkitin adı qonşu Qum kəndi ilə birlikdə çəkilir. Deməli, bu kənd tarix danışır. Bəli, əziz tamaşaçılar, hal-hazırda çox mükəmməl bir yerdəyik. Sizlər də birazdan görəcəksiniz, valeh olacaqsınız. Bal evi, ailəvi istirahət mərkəzindəyik. Bəsti xanım qrup yaradıb buraları. Çox gözəldir, həqiqətən də möhtəşəmdir. Əlləriniz var olsun Bəsti xanım. Xoş gəlmisiniz. Bəli, bizim bu Bal evi ailəvi istirahət mərkəzimiz Bal evi şirkətinin nəzdində yaradılıbdır. Bizdən yuxarıda görünür təsərrüfat, bura arıçılıq təsərrüfatıdır. Bu arıçılıq təsərrüfatı yaranan uzun illərdir. Biz qərarı aldıq ki, buralarda rəhbərlik eləyən mənim qardaşımdır, bunu da vurğuluyum. Bədrəddin Həsrətov, o Arıçılar Assosiasiyasının sədridir Azərbaycanın. Buraları da birlikdə, restoranı da belə qrup yaratmışıq qardaşımla. Belə qərara gəldik ki, insanlar arının məhsulu ilə, balla çay içsinlər, bizim ərazimizdə olan gözəl təamlardan, xörəklərdən dadsınlar və bizim devizimizi biz hər zaman səsləndiririk, sağlam həyat. Biz istəyirik ki, insanlarımız təmiz qidalanaraq sağlam yaşasınlar. Yəni belə başa düşürəm ki, Bəsti xanım, burada hər şey orqanikdir, hər şey təbiidir, çox gözəl. Bəli, burada doğru düşünmüsünüz, hər şey orqanikdir. Ona görə də bizim gələn müştərilərimiz çox razılıq eləyib gedirlər ki, sizin xörəklərin başqa bir tamı var, başqa bir dadı var. Ona görə ki, bizdə hər şey öz kəndimizdən, kənd məhsullarından, təmiz kənd məhsullarından hazırlanır. Ətimiz belə kəndimizdən, yumurtamız belə kəndimizdən, ağartı məhsulları, südümüz. Bizdə bu ailəvi istirahət mərkəzimiz yaranan gündən maxara ilə başlayıb və maxaramız çox məşhurdur, çox sevilir. Bu da biz tərəflərin, bizim zonanın bir yeməyidir. Sac üzərində bişir, ocaqda. Və bu maxaranın özü belə bizim kənd südümüzdən hazırlanır. Ona görə də hər kəs yeyən razı qalır. Hər mövsümdə açıqdırmı məkanınız? Bizim məkanımız bir neçə il qış mövsümündə açdıq, işlətdik. Amma təbiət qoynunda olduğuna görə biraz qış üçün belə necə deyim, Narahatçılıq törədir. Uyğun deyil. Hə. Ona görə biz sezon üçün bağlanmışıq. İnşallah mart ayının sonuna, Novruzlarda elimizin bu gözəl bayramında bir daha biz müştərilərimizlə, bizi sevənlərlə görüşəcəyik. Amma təbii ki, yəni bura açıq olmasa da gəlib bura girib gəzmə imkanları ola bilər də insanlara. Bəli, kim istəsə gəlib belə təbiətinə baxa Çox bilər. gözəldir, Yelləcəklərimiz də hətta yellənə bilər. Açıqdadır hər şey. Nə gözəl. O zaman əziz tamaşaçılar, sizin də yolunuz Qaxdan keçərsə, mütləq bura gəlin. Çox gözəldir. Əhvalı bal ilə şirinləyək, çünki Ləkitin əsas məşğuliyyəti balçılıqdır. Möhtəşəm bir yerdir, həqiqətən də. Vay, vay, vay. Çox gözəl bir yerə gəldik, dəyərli tamaşaçılar. Çox xoşuma gəldi, istədim ki, sizlər də görəsiniz. Burada hər çiçəyin rayihəsi, hər yamacın nəfəsi insana sağlamlıq bəxş edir. Balın faydalarını saysam, bitib tükənməz. Bəli, əziz tamaşaçılar, hal-hazırda çox gözəl və möhtəşəm bir yerdəyik. Bədrəddin Həsrətovun məkanındayıq. Xoşbəxtlik ki, biz də bugün buradayıq. Arıların sirrini sizdən öyrənəcəyik. Xoş gəlmisiniz bizim bal evi təsərrüfatına deyək. Belə deyim ki, ilk başdan dünyada arıçılığın sirrini öyrənən hələ ki heç kim yoxdur. Biz bacardığımız qədərini sizlərə çatdırmağa çalışarıq. Arıçılığın, təsərrüfatın qurulma prinsiplərindən birisi nədir ki, arıçılığın keçmişdən başlayıb gələcəyə doğru necə getdiyini gələn müştərilər, gələn vətəndaşlara biz göstərə bilək ki, yəni arıçılıq necə bir çətin peşədir, necə bir çətin missiyalardan keçib, dövrümüzə qədər müasirləşə gəlib, bunları hamıya ətraflı şəkildə çatdırmaqdır. Hər kəsin və mənim də ən çox mənə də maraqlıdır ki, bilməm hamı da sizi bezdirib bu suallarla. Balın təbii olduğunu, həqiqi bir bal olduğunu hardan bilə bilər?
Genel olaraq vətəndaşlar arasında balın təbii olduğunu karandaşla yandırmaqla fərqli yollarla yoxlayırlar. Yəni bunlar səhv yanaşmadır. Balın qlukoz fruktoza tərkibinə görə deyək ki, təbii balın yoxlanması bir yol var. Sadəcə laboratoriya. İkinci xalq dilində yolda var ki, arıçının insafına və Allahına qalıb. Yəni balın başqa türlü yoxlanma bir prinsipi yoxdur. Yəni buna sizə əminliklə və rahat bir şəkildə deyə bilərəm ki, bal sadəcə laboratoriyada yoxlanır. Yəni bunun başqa variantlarda yoxlamaq düz yanaşma deyil. Biz hal-hazırda arıdakı içində gedən proseduru sizlərə göstərəcəyik. Fərqli xaricdən gəlmə cinslər üzərində işlədiyimizə görə arılarımız çox sakitdir. Amma yenə də önləm olsun deyə biz sizə arı geyimi geyindirəcəyik ki, siz daha yaxşı mühafizə oluna biləsiniz. Arının daxildəki sistemi necə gedir deyə sizə onunla tanış etmək istəyirik. Eliyanənin arzusuna bax, nəhayət arıların həyat tərzini də yaxından izləyə bildi. Əslində bu möcüzəli dünyaya baxmaq hər kəs üçün maraqlıdır. Yolçu yolda gərək. Gəlin kəndin başqa güşələrində gəzək. Ləkitin havası, yamacların insana deyir ki, yaşa, həzz al, ömrün uzun olsun. Burada ölü gələn diri çıxar deyiblər. Zarafat deyil. Deməli, indi hal-hazırda Ləkit kəndində bilirik ki, hamı burada qonaqpərvərdir. Hər hansı bir evə giririk, görək. Və budur, kənddə süfrə qoxusu gəlir. Qapıdan, bacadan bayram havası əsməkdədir. İnşallah. Bizi çox gözəl bir xanım qarşılayır. Hoş gelmişsiniz. Bence siz gələsiniz. Çox sağ olun. Bəli, gəlmişik, qonaq gəlmişik. Ləkidə qonaq gəlib də buranın çox gözəl dadları, təamları var. Onların da dadına baxmasaq, tamaşaçılarımız bizdən inciyər. Çox gözəl. Evinizin qapısı həmişə açıq olsun. Çox sağ olun. Özünüzü təqdim eləyin öncə. İsayeva Yasəmən Ömər qızı. Yasəmən xanım, bu ev sizindir deyəsən. Nə gözəl. Çox gözəldir. Bu havanı udan insan, burada yaşayan insan heç qocalmaz. Mən heç qocalmıram, həmişə cavan qaldım. Maşallah. Gedək görək orada nəsə tüstülüyür. Görək nə var oralarda. Bəh. Ləkitdə gözəl qoxular hiss eləyirəm. Görək burada nə baş verir. Ay salam, necəsiniz? Eviniz, ocağınız həmişə belə açıq olsun. Çox sağ olun. Həmişə siz gələsiniz. Yaxşı günlərə, şad günlərə gəlməklə qismət eləsin. Nə gözəl Ləkidin qonaqpərvər insanları. Görürəm ki, çox gözəl bizdən qabaq biraz hazırlama olubdu. Olsun, amma görək nələr var, nələr eləyəcəyik, nələr yeyəcəyik. Mən də çox yeyən deyiləm, amma sizin xətrinizə hamısının dadına baxacağam inşallah. Deməli, bildiyimiz kimi Qax rayonunun şimal-qərbində əsasən saxurlar çox yaşayır. Saxur kəndində hətta. Və eləcə yanımda çox gözəl saxur bir xanım var. Eşitdiyimə görə çox da gözəl səsi var. Əlbəttə ki, birazdan yeməklərimizi öncəliklə bir necə hazırlanır, adı nədir, biraz yeməklərlə bağlı məlumat versin. Sonra onun o gözəl səsini eşitmədən buraxmayacaq sizi. Xoş gəlmişsiniz. Biz xoş gəlmişik. Siz xoş gəlmişsiniz bizim kəndə. Həmişə siz gələsiniz. Özünüzü təqdim eləyin öncə. Mən Xuraman Camalova. Xuraman xanım, nə bişiririk indi? İndi biz bişiririk xəmir xörəklərindən sürhüllü. Ay, sürhüllünü çox içmişəm, amma heç nə görmüşəm, nə də yeməmişəm. İlk dəfə yeyəcəm, inşallah ki, bəyənərəm. Sürhüllünü xəmirini hazırlayırıq undan. Sonra onu belə göstərim də. Fərqi yoxdur. Adi xəmirdir. Sonra bunu yaymışam bunu. Da hazır olsun deyə belə üstünü yayırıq xəmirin kündəsini. Yayırıq.
Yayandan sonra buradan belə normalını kəsirik belə. Kəsirik. Öncədən biz burada hazırlamışıq biraz. İndi sizin üçün göstəririk ki, bunu necə edirik. Qaxın ən məşhur yeməyidir. Bu Caxurların yeməyidir əslində. Qaxda da Caxurlar da çoxdur. Düzdür, Azərbaycanlılar da bişirir. Yəni biz Azərbaycanda yaşayırıq. Biz Azərbaycanlıyıq. Əslində vətənimiz Azərbaycandır. Bütün amma başqa yerlərdə də sanki sürhüllü Hər pişirilən yerdə zonalarımız var. sürhülü var. Bəli, var. Qaxın Caxur kəndləri var. Kötüklü kəndi var, Üzümlü kəndi var. Qaxın. Orada Caxurlar yaşayırlar. İndi biz bunu belə normalca belə kəsirik. Biraz un da ələsək olar üstünə. Belə kəsirik. Biraz xəmirimiz bərk olub. Amma eybi yoxdur. Amma onu deyim ki, hər yer fərqli bişirir sürhüllünü. Bunu belə deyirlər xanım. Bax, bunu tutub belə yumurlatırlar. Bu indi biraz başqa üsul oldu. Belə də kəsmək olur, onu çəkmək üçün. O bir cürə yumurlayıb da kəsmək olur. Belə kəsirik, hazırlayırıq. Normaldır. Xəmirlər Qaxın sürhüllüsü. Acımışam artıq danışa bilmirəm. Qaxın sürhüllüsü quru ətlə. Hə, quru ətlə. İndi biz bunu sulu ətlə eləmişik. Sulu ətlə. Quru ətimiz hələ ki hazır deyil, qışda olur. Sülhüllü, qaxın simvolik yeməklərindən biridir. Qarğıdalı və buğda unundan yoğurulan xəmir nazı yaşılır. Suda bişirilir, toyuq və qaz bulyonunda isladılır. Üstünə isə qızardılmış soğanla qızardılmış kərə yağı. Amma sülhüllü sadəcə yemək deyil, süfrə ənənəsidir. Böyük masa arxasında toplaşan ailə üzvləri yeməyi bölüşərək, zarafatlar, xatirələr danışaraq kənd mehribanlığını yaşadırlar. Sülhüllü qışın azuqəsidir. Qaxda yaşayıb sülhüllü yeməmək günahdır. Buraman xanım, bayaq sizə nə dedik? Bizə mahnı oxumasaz gedən deyilik. Yaxşı oxuyaram, sürü çəkə-çəkə. Bir xalq mahnısı oxuyum əslində. Saçın ucun hörməzlər, gülü qonça dərməzlər, sarı gəlin. Saçın ucun hörməzlər, gülü qonça dərməzlər, sarı gəlin. Bu sevda nəyə sevdadır, səni mənə verməyəzlər. Aman neynim aman aman, neynim aman aman, sarı gəlin. Alqışlar. Çaxur dilində də bir mahnı ifa edeyim sizlərə. Da çox istəyirsiniz ki, Çaxur dilində də dinləyək. Qalıqa quş abaylə, qalıqa quş abaylə, ceyranım, ceyranım, çocuğunu kağız kadaylə. Ceyranım, ceyranım, çocuğunu kağız kadaylə. Qətxa sarqınla çocuğu, qətxa sarqınla çocuğu. Ceyranım, ceyranım, istağana qaraylə. Ceyranım, ceyranım, istağana qaraylə.
maraq maxara, dadına doymaq mümkün olmayan təam. Və əlbəttə, ocaq üstündə bişən plov. Əgər düyüsü tamaşadandısa, dadından doymaq mümkün deyil. Əziz izləyicilər, indi isə sizə süfrələrimizin əvəz olunmazı tamaşa düyülərini təqdim edirik. Tamaşa düyüləri xüsusi seçilmiş, hər biri eyni boyda ağappaq və ətirli dənələri ilə fərqlənir. Qaynadıqda dən-dən qalır, süfrənizə ləzzət və gözəllik qatır. Keyfiyyətinə güvənilən, dadı ilə seçilən tamaşa düyüləri. Hər evin sevimlisi, hər aşbazın ləzzətinin sirridir. Mən aş bişirəndə tamaşa düyüsündən bütün qonşuları ətri gedir. Hamısı deyir nə bişirirsən? Deyirəm tamaşa düyüsündən aş bişirəm. Gəlin yeməyə. Onlar da gəlir, çox maraqlı olur. Söhbət eləyirik, aşdan da yeyirik. Yum-yumşaq pambıq kimi olur, qəşəng. Çox xoşlayırıq tamaşa düyüsünü. O zaman yaşasın tamaşa düyüsü. Qalx suyudur dərmanım, burada xoşdur hər anım. Qalx suyudur dərmanım. Buz bulaqlardan gələn su elə bil həyat eliksiridir. Qalx suyunun hər damlası min bir dərdin dərmanıdır. Kəndin igidoğlu şəhid Şamo Məhərrəmov 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla adını tarixə yazdırıb. Dəyərli tamaşaçılar, Qax rayonunun Ləkit kəndinə gəlib də şəhidimiz Şamo Məhərrəmov Mətləboğlu'nun da evini ziyarət eləməsəydik, bizə günah olardı deyə düşünürəm. Və hal-hazırda anasının yanındayıq. Ruhiyyə xanım, bilirəm ki, bu ağrı acı nə qədər də təsəlli verilsə, heç zaman bu ağrı acı keçməyəcək. Sadəcə Şamo qardaşımızın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Şükürlər olsun ki, torpaqlarımız da artıq azaddır. Onlar sayəsində bütün şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə can sağlığı arzuluyuruq. Ruhiyyə xanım. Şad olsun ki, torpaqlar alınıb. Onların ruhları həmişə şad olacaq. Hələ yad etdikcə şad olacaq. Bizim də borcumuzdur ki, və hər kəsin borcudur ki, sizi gəlib ziyarət eləsin, yad etsin. Sağ olun, var olun. Allah hamısına rəhmət eləsin. Azərbaycan xalqının hamısının borcudur. Analar qarışıq bu, şəhid analar qarışıq. Hamının borcudur. Çünki onlar vətən yolunda canını verdilər, canını qabağa atdılar qorxmadan. Ruhları şad olsun hamısının. Amin. Bütün anaları səbir diləyirəm. Onun ev muzeyindəki əşya, hər detal bizə vətən sevgisini pıçıldadı. Şəhidimizin timsalında bütün şəhidlərimizə rəhmət diləyirik. Səfərimiz bizi Ləkitin başqa bir möcüzəsinə gətirdi. Kəndin öz içində yaradılmış kiçik bir sənət dünyası. Dəyərli tamaşaçılar, hal-hazırda çox dəyərli bir insanın yanındayıq. Şəkillərin içində, bu gözəl əsərlərin içində, əsər deyirəm çünki həqiqətən də bir əsərdir hamısı. Bu gözəl əsərlərin içində nə deyəcəyimi belə artıq tapa bilmədim. İstəyirəm ki, o həm özünü təqdim eləsin, həm özündən danışsın. Çox sağ olun, minnətdaram. Mən Şirinur Rövşəmusoğlu, Qax rayon Ləki kəndində yaşayıram. Ardasa bu rəssamlığa 2000-ci ildən sonra başlamışam. 2000-ci ildə, yəni ki, mənim 39 yaşım var idi belə.
Ancaq ki, çox sevinirəm ki, gec də olsa başladım. Yəni mən o vaxt uşaq vaxtında arzum idi ki, gedim oxuyum, Leninqrada getmək istəyirdim oxumağa. Nəsə valideynlər razı olmadılar. Sovet hökuməti dağılandan sonra elə ki, bu şans oldu. Dedim, gec də olsa öz sevdiyim sənətimlə məşğul olum, başlayayım. Ancaq peşman da deyiləm. Bugünkü günə kimi yüzlərlə rəsmlərim olubdu. Məsələn, Azərbaycanın bir çox yerində, xaricdə də bugün mənim rəsmlərim var. Yəni, bu mənim üçün fəxridir. Yəni ki, belə, necə deyim ki, bu rəsmlər bizi yaşadacaq da. Məni şəxsən mən bilirəm ki, indi biz bu dünyada qonağıq. Bugün, sabah bilmirik nə olacaq. Ancaq mən ona belə rahatam ki, mən dünyamı dəyişəndən sonra 100 illərlə mən xatırlanacam. Bu rəssamların da yəqin ki, üstünlüyü bundadır. Və eyni zamanda gənclərə də, yəni 30 üstü, 40 üstü gənclərə də bir örnəkdir ki, sevdiyiniz peşənin arxasınca getmək üçün heç də gec deyil. Elədir, həqiqətən heç vaxt heç nəyə gec deyil. Əsas sevgi olsun, istək olsun. Yəni, başarmayası bir iş yoxdur, deyir, ölümdən savayı. Hər şeyin çarəsi var. Doğrudan da çarəsi var. İnsanda istək olsa, sevgi olsa, qabağa getsə, öhdəsindən gələ bilər. Mən də bunu eləyə bildim. Sponsorlar: Natural xalı, tamaşa düyüləri, Supercrest elektrik məişət avadanlıqları. Kəndimiz verilişi reklamlardan sonra davam edəcək. Sponsorlar: Natural xalı. Evinizə zəriflik, rahatlıq və təmizlik gətirən xalçalar Natural xalıda. İndi outlet bölməsində xalça və kilimlərə 80%-dək möhtəşəm endirimlər. Zövqlü dizaynlar, yüksək keyfiyyət və əlverişli qiymətlər bir arada. Təbii ipək, yun və pambıq toxunuşları ilə eviniz nəfəs alacaq. Tələsin, bu fürsət yalnız Natural xalıda. Təbiiliyin və zövqün ünvanında. Tamaşa düyüləri. Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında. Rövşən bəy, demək olar ki, səhər saatlarından etibarən Ləkit kəndində bir yürüyüş eləmişik, çəkilişlərimiz olub. Amma Ləkitin tarixi ilə bağlı hələ də bizə belə dəqiq, belə gözəl məlumatlar hələ çatdıran olmayıbdır. Mən əminəm ki, siz bizə verəcəksiniz bu gözəl, bizə lazımlı məlumatları. Bizim Ləkit kəndimiz həqiqətən də rayonda, respublikada ən qədim kəndlərdən biridir. Bizdə qədim abidələr var. Məsələn, bir dənə abidə var, 5-ci əsrə aid, 4-5-ci əsrə abidədir. Bu dünya əhəmiyyətli abidədir. Bu abidə kitablardan mən belə oxumuşam ki, Suriyadakı Borsa məbədindən sonra dünyada ikinci belə böyüklüyünə görə, qədimliyinə görə abidədir və bir də yuxarıda bir abidə var, 7 kilsə abidə kompleksidir. Bu ancaq 7-ci əsrə aiddir. Elə bir ki, İslamdan Alban abidəsidir. Alban abidəsidir. Bu da Qafqaz Albaniyasında ən böyük abidə kompleksidir. Yəni xaricdən gələn qonaqlar çox heyranlıqla bu abidələri seyr eləyirlər. Elə birbaşa mən deyərdim, bəlkə də xaricdən gəlirlər ki, abidələrə baxsınlar, ondan zövq alsın qədimliyinə. Ancaq bugünkü gündə bizim turizmin inkişafında bizim yerli cəmaət elə bir ki, abidələrə çox maraq göstərmirlər. O vaxt mən turistləri, zaten xaricdən gələn turistləri çox gəzdirmişəm, eləmişəm orada. Ancaq mən istəyərdim ki, bizim özümüzün Azərbaycan vətəndaşları, Azərbaycanlılar da gəlib bizim qədim tariximizə, abidələrimizə baxsınlar, ziyarət eləsinlər turizm inkişafı ilə əlaqədar.
Çox gözəl, çox təşəkkür eləyirik. Çox sağ olun. Siz sağ olun, minnətdaram. Hər zaman yaşayın, yaradın. Sağ olun, çox sağ olun. Siz də sağ olun ki, gəlibsiz, minnətdaram hər birinizə. Bütün çəkiliş heyətinə, hər birinizə minnətdaram, sağ olun. Rəsm əsərləri sanki dil açıb danışır, kəndin nağıl ruhunu bir daha təsdiqləyir. Qaxın sinəsinə sığınmış bir möcüzə də var. Mamırlı şəlalə. Uzaqdan səsi eşidilən bu şəlalə insana elə bir pıçıltı ilə yol göstərir. Qayaların sinəsindən süzülüb gələn sular sanki minilliklərin sirrini danışır. Şəlalənin adı təsadüfi deyil. Daşların üzərinə illərlə qonaq olmuş yaşıl mamırlar bu mənzərəni bir nağıla çevirib. Günəşin şüaları su damcılarına dəyəndə göy qurşağına bürünən şəlalə tamaşaçını sehirləyir. Burada dayananda elə bil zaman dayanır. Səhərin su damcıları üzünə toxunduqca ruhun təmizlənir, nəfəsin açılır. Hər damla bir həyat, hər axın bir ümid kimi qəlbinə dolur. Mamırlı şəlalə yalnız təbiətin deyil, həm də ruhun sığınacağıdır. Burada qulaq asdığın su səsi musiqiyə çevrilir. Gözlərin üstə təbiətin ən saf rəngləri görünür. Qaxın bu ecazkar güşəsi insana deyir: gəl, dayan, dincəl, ruhunu yenilə. Çünki mamırlı şəlalənin hər damlasında həyatın öz sehrini tapmaq olar. Çünki mamırlı şəlaləsinin hər damlasında həyatın öz sehrini tapmaq olar. Daha sonra yolumuzu Camalovlar ailəsindən saldıq. Qonaq olduğumuz Camal kişi və Əlvan xatun kəndin sayılıb seçilən insanlarındandır. Onların sadəliyi, mehribanlığı və nurlu çöhrəsi sanki evin hər küncünə işıq saçırdı. Camal kişinin müdrik söhbətləri, Əlvan xatunun isti qonaqpərvərliyi bizə kənd həyatının əsl gözəlliyini göstərdi. Bu evdə insan yalnız duz çörək deyil, həm də sevgi, qayğı və hörmət dadır. Kəndin ağsaqqal və ağbirçəkləri ilə tanışlıqsa sanki tarixə səyahətdir. Onların dilindən ömür yoluna addım-addım boylandıq. Yaddaşlarının dərin qatlarından çıxan xatirələr bizə kəndin ruhunu, xalqımızın mətinliyini, uzun ömürlüyünü danışdı. Bu görüş bir ailənin hekayəsi deyildi. Sadəcə bütün kəndin, bütöv bir ilin təcrübəsi, ömür məktəbi idi. Bəli, dəyərli tamaşaçılar, hal-hazırda Əlvan xala ilə Camal dayının evindəyik. Allah sizə uzun ömür versin. Amin, amin. Necəsiniz? Hoş gəlibsiz, safa gəlibsiz. Xoş gününüzə gələk. Əlvan xala, necəsiniz? Amin, yaxşıyıq. Nə gözəl. Bu əli xüsusilə çəkmək lazımdır. Şükür. Şükür bu yaşa çatmışıq. Allah uzun ömür versin. Neçə ildir ailəlisiz? 62 il. Ay maşallah, maşallah. Bundan əvvəl ailə qurmuşuq. Kasıb vaxtında. Dünyanın hər şeyin kasıb vaxtında. Heç bir-birimizə küstüyümüz, dalaşdığımız anlar olur. Olmamış olmaz. Kim desə ki yalan şeydir, bu yalandır. Ən çox nə üstündə dalaşmısınız? Ən çox nə üstündə olub davamız? Onda deməzlər. Yəni bu qədər uzun ömürlü evliliyin sirri nədədir sizcə? Necə? Yəni bu qədər uzun ömürlü, maşallah, Allah daha da uzun ömürlər qismət eləsin. Həmişə əliniz belə ilk günkü kimi ayrılmasın. Uzun ömürlü olun. Gənclərə nə tövsiyə edirsiniz ailə həyatında? Ailə həyatında mı? Onlara can sağlığı, birinci can sağlığı. Ondan sonra da bir-birindən özləri ünsiyyətdə düzgün dolansınlar. Nə bilim... Necə tanış olmuşsunuz Camal dayı? O vaxt kənddə yaşayırdıq, bir-birimizin məsələsi görürdük, uzaq. Bir-birimizə yaxın idik də kənddə. Daha onu ayrı kəndə gedib oradan şeyləmək yox, kəndin içində idik, yaşayırdıq. Gecələri bir yerə yollaşardıq, nə bilim, gimgə eləyərdik də, onda... O vaxtki xatirələrinizdən ən yadda qalan, ən maraqlı xatirələriniz nə olub? Xatirələr çoxdur. Camal dayı könlünüzü necə alıbdı? O qədər xatirələrimiz var. Heç necə. Necə alacaq? Kəndin içindəki adamlardır, söhbət eləyə. Olmuş.
İndiki Oturduk, bir-birimizi o yana bu yana dartırdık. o vaxtki sevgilər. Sevgiler bari. Nə gözəl, saf və gözəl sevgilər. Allah sevginizi daim eləsin. Hər zaman Allah sizə can sağlığı versin. Çox sağ olun, təşəkkür eləyirəm. Deyirəm bəlkə bir dənə şeir deyəsiz. Elvan xalayam. Yox hacı, mən yaddaşımda itibdi, yaddaşımda yoxdur. Özünüz də görürsünüz ki, düzgün danışa bilmirəm. Bəlkə Əlman xalanın sizə deyəcək sözü var. Köhnə mahnılar olacaq bunun. Yox, yox, Oxusana bir dənə mahnı. yoxdur. Ayli layli layli. Can layli. Mahnıları sən oxuyursan, tambur çala. Yox, mən o vaxtı Hiss elədim qəşəng səsini. Ayli layli layli deyə oxuyardıq. Daha indi sözləri bu yaxşı bilir, demir. Görürsən? Desənə o mahnılardan bir ikisini. Köhnə. Bunların könlü açılsın, bunlar da bilsinlər. Bizə də örnək olsun bu sevgi. Aa. Mən yadımdan çıxdı. Mən o dambur çalan olmuşam. Dambur çalıb mahnıda oxuyardım o vaxtı. Buyla bir yerdə bu formda oturub bu oxuyardı, nə bilim şey. Hele tanış olmuşuq deyəndə kəndin içindəki adamlar necə bir-birimizi görürdük da. Bu tanış olmaq bilirsən, başqa kənddən şeyləsi olsa, onu da deyərdim ki, başqa kəndə gedəndə, toya gedəndə, nə bilim, harasa şeyləyəndə, onu da tanış olmuşuq. İndi bir kəndçi adamıq. Bunun tanışlığı anadan gəlmə deməli, biz tanış olmuşuq. İnşallah bir ömür boyu xoşbəxt olun Camal dayı. Sağ ol, sağ ol. Çox sağ olun, təşəkkür edirik. Allah sizə Sağ can olun. sağlığı versin. Mən 87-ci yaşdayım, görürsən mi? Yadımdan çıxıyla. Yaddaşım da itibdi, danışıq qabiliyyətim də itibdi. Yox, maşallah. Yox, həqiqi deyirəm. Gərək eşitmə orqanları düzgün olsun ki, sənin danışıq qabiliyyətinə, danışığında düzgün danışa biləsən. İndi qocalmışıq deyil, zəifləmişik. Bizim dillə yaxşı oluyor, bilirsən, ləzgi dilindən. Qas qeyibqa, nəs qeyibqa. Eşitirsinizmi? Qocalmışıq, zəifləmişik. O vaxt amma bunlar gedirdilər seyrana. Zaxurca mahnılar oxuyurdular, yeməklər bişirə-bişirə. İndi mən bilirəm özlərini edirlər. İndi mən oxuyaram bir mahnı. Dağıstanın suvabı şındirabı. Dağıstanın suvabı şındirabı. Derabı şedamabı, gırgımı işimi bu. Derabı şındamabı, gırgımı işimi bu. Ay çizaz iddarunas, ahı deşvalkan havas. 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 Yenə yaxşıdır. Amma qocalara baxmaq çox çətin şeydir. Bunu Xuraman öhdəsindən gəlir. İndi Xuraman hesabını hələ ki 87-ci yaş biraz qalıbdır bitmək. Görək də 87-ni bitirə bilirəm. Allah uzun ömür versin. Əlbəttə bitirəcəksiniz. Allah Sağ ol. qorusun. Sağ ol. Allah can Sağ ol. sağlığı versin Sağ ol sizə. var sizlə belə, Yaşayın hər sizlə zaman. belə. Sağ ol. Yaradın, sevin, Sağ ol. sevilin. Sağ ol. Var olun. Sizlərlə bir yerdə, sizin valideynlər də Allah sağ amin. eləsin, Allah yaşatsın yəni. Allah Gələn ayaqlar var olsun həmişə. Həmişə siz gələsiniz. Çəkilişə gəlmək qismət olsun. Çox sağ olun. Təşəkkür eləyirəm. Bu yenə yatıb. Raketin gerçək olan nağılları bitdi. Bir oyansana.
deyəcəm, çəkilişimiz bitdi. Mən də natural halının üzərində yuxuya dalmışam. Sən hələ yat. O biri kəndə gedənə kimi görək natural halı bizi hansı möcüzələrlə qovuşduracaq. Sponsorlar: Natural halı. Evinizə zəriflik, rahatlıq və təmizlik gətirən xalçalar Natural halıda. İndi outlet bölməsində xalça və kilimlərə 80%-dək möhtəşəm endirimlər. Zövqlü dizaynlar, yüksək keyfiyyət və əlverişli qiymətlər bir arada. Təbii ipək, yun və pambıq toxunuşları ilə eviniz nəfəs alacaq. Tələsin, bu fürsət yalnız natural halıda, təbiiliyin və zövqün ünvanında. Tamaşa düyüləri. Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında. Kəndimiz verilişini təqdim etdi.